İçməli sudan kəskin qoxu gəlir. Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış masivinin sakinləri iddia edirlər ki, qəsəbədən keçən çirkab su içməli suya qarışıb. Sakinlər iddia edirlər ki, suyun təzyiqinin aşağı olması və kəskin qoxu ilə bağlı aidiyyatı qurumların qaynar xəttinə müraciət ediblər. Amma nəticə dəyişməyib. Biz sudan demək olar ki, istifadə edə bilmirik. Niyə? Əl üz yumağa belə alınmır, mümkün deyil. Suyun iyindən əlimizi, üzümüzü yuya bilmirik. Bir dənə kartofu belə aldığımız suyla yuyuruq. Təsəvvür edin, o dərəcədədir. Yəni, bu dözülməz bir şeydir. 10 gündür də demək olar ki, bizim cibimizdə doğrudan pul qalmır. Biz elə ancaq baçoklarla su daşıyırıq, alırıq. Nəyin əlaqəlidir deyirlər? Valla, mənə elə gəlir, kanalizasiya iyidir o. Yəni, suyun davleniyası yoxdur da, işləmir də. Qoxu da var suda, həm də pitiminuskadır, kombidir, bunlar açmır, işləmir də. Davleniya yoxdur, gücü çatmır. Suyumuzda qoxu var, iyi var, davleniya yoxdur. Plus hava ilə gəlir su, hava vururlar. 955-i zəng vuruq götürmürlər ki. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Xəzər TV-yə bildirildi ki, hazırda araşdırma aparılır. Suyun tərkibi və keyfiyyəti gündəlik və həftəlik analiz edilir. Göstəricilər standartlara tam uyğundur. Araşdırmanın nəticəsinə uyğun olaraq əlavə tədbir görüləcək. Qurumdan bildirilib ki, mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yenidən qurma işləri aparılır. Anbarlardan qəbul edilən suyun miqdarını və su təmizləyici qurğuları məhsuldarlığını artırmaq məqsədi ilə texniki işlər icra edilir. Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Sevinç Vaqif qızı, Davud İbrahimov, Xəzər xəbər.